Salam uşaqlar. Hal-hazırda danışacağımız mövzu kondensatorların ardıcıl və paralel birləşməsidir. İlk olaraq kondensatorların ardıcıl birləşdirilməsinə baxırıq. İki və ya daha artıq kondensatoru bir-birinin ardınca birləşdirdikdə bu olur kondensatorların ardıcıl birləşməsi. Ardıcıl birləşmənin müxtəlif formaları ola bilər. Məsələn, buradakı birinci şəkil 1-dəki forma, şəkil 2-dəki forma və şəkil 3-dəki forma. Birdəki formanı rahatlıqla biz ardıcıl birləşmədi deyirik. Amma 2 və 3-cü şəkillərdə biraz sıxıntı yaranır. Gördüyümüz kimi burada bir naqil qatlanıb və müəyyən bir fərqli forma yaradılıb. Burada da naqil qatlanıb və müəyyən bir fərqli forma yaradılıb. Amma diqqət eləsəz görərsiniz ki, burada bir naqilin parçalanması yoxdur. Yəni artıq parçalanma yoxdursa, bu ardıcıl birləşmə sayılır. Yəni bir naqil 2 və ya daha artıq yerə bölünməyibsə, bu ardıcıl birləşmədir. Onun müxtəlif formalara qatlanmasının məsələyə heç bir dəxlisi yoxdur. Deməli, bu çəkdiyim şəkillərdə göstərilən bütün naqillərin hamısı ardıcıl birləşmiş, yəni bütün naqillərdə olan kondensatorlar ardıcıl birləşdirilmiş formadadır. Yaxşı. İndi baxaq görək biz kondensatorlar ardıcıl birləşdiriləndə nəyi sabit götürəsiyik, sonra nəyi necə müqayisə eləyəsiyik. Bunları belə kənara qoyaq, bəzi əməliyyatlar aparasıyıq onun üzərində. Başlayaq. Deməli, kondensatorlar ardıcıl birləşdiriləndə ilk öncə ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, C1 kondensatorun tutaq sol vərəqində müsbət Q yükü induksiyalanıbsa, sağ vərəqində də mənfi Q yükü induksiyalanacaq. Elektrostatik induksiyaya görə avtomatik bu tərəf müsbət Q, digər tərəf mənfi Q yükü ilə yüklənir. Deməli, kondensatorlar ardıcıl birləşdirilərkən birinci məsələ nədir? Kondensatorların yükü eyni olur. Yəni, qəti surətdə sən kondensatorların yükünü müqayisə eləyə bilməzsən ardıcıl birləşmə zamanı. Səbəb isə elektrostatik induksiyadır. Yəni, induksiyalanır daim ardıcıl olaraq və yüklərin ədədi qiymətləri eyni olmuş olacaq. Gəlin keçək ikinci məsələyə. Yük haqqında danışdıq. Keçirik növbəti məsələmiz, ikinci məsələmiz kondensatorlardakı gərginliklərdir. Deməli, görək gərginliklər necə müqayisə olunacaq? Gərginlik. Biz bilirik ki, U bərabərdir, düsturumuz Q bölünsün C-dir. Və digər tərəfdən bizə bəllidir ki, ardıcıl birləşmə zamanı elektrik yükü sabit qalır. Və buna əsasən biz deyə bilərik ki, bizim gərginliyimiz tutumdan tərs mütənasib asılıdır. İndi buna aid bir misal da göstərəsiyik. Görək tutumdan tərs asılılıq nə deməkdir? Bu belə. Bundan əlavə olaraq biz nəyə baxırıq? Deyirik ki, bizim ümumi mənbədəki gərginliyimiz kondensatorun lövhələrindəki gərginliklərin cəmi qədərdir. Deməli, U-nu tapmaq üçün U1 ilə U2-ni cəmləmək lazımdır. Onda belə deyə bilərəm ki, U bərabərdir birinci kondensatordakı gərginlik üstəgəl ikinci kondensatordakı gərginlik. Bunlarla də qutardıq. Gəlin, indi buna aid hər hansı bir misal göstərək görək necə olacaq. Elə verilmiş yuxarıdakı kondensatorumuzda gəlin biz C1-ə bir dənə C deyək, C2-yə isə 2 dənə C deyək. Bu zaman gərginliklər arasındakı münasibəti təyin eləyəsiyik. Gəlin biz deyək ki, U1 gərginliyimiz U olarsa, U2 gərginliyimiz nəyə bərabərdir? Verilən halda, yəni verilən şəkildə biz bilirik ki, U-muz C ilə tərs mütənasib asılıdır. Yəni, tutum C olanda gərginlik U olubsa, tutum 2 dəfə artıb olub 2C, avtomatik gərginlik tərs asılıdır deyə 2 dəfə azalıb olmalıdır U bölünsün 2. Onda deyə bilərəm ki, lövhələrdən ikincinin, yəni U2-nin gərginliyi U bölünsün 2 formasında təyin olunacaq. Mən bir də bunu bu tərəfdən qeyd edəcəm. Yuxarı şəkildə biraz qarışıqlıq yaranır. Sıxlıq yaranır şəkildə. Deməli, mən dedim ki, C1 C-dir. C2 də biraz 3C-dir. Biraz fərqli formatdan deyək bu dəfə. Deyirəm ki, U1 bərabərdir U-dursa, bəs U2 nə qədərdir? Biz dedik ki, U-muz C-dən tərs asılıdır. C-miz 3 dəfə artdığına görə U-muz 3 dəfə azalmalıdır. Yəni, olmalıdır U bölü 3.
Yaxşı, bəs ümumi gərginlik nə qədərdir desəm, deyəcəksən U bərabərdir U1 plus U2-yə görə, deməli, ümumi U bərabər olacaq U plus, buna ümumi deyək, U bölünsün 3 və səndən ötürü 3-də 4 U-nu təyin eləmiş olasıyıq. Belə, deməli, gərginliklərin müqayisəsi bütün hallarda tutumdan tərs mütənasib olmuş olacaq. Bir dənə də misal deyim, bunu da üzərindən keçək. Baxın, yenə də tutaq ki, məsələn, sənə deyir ki, S1 4S-dir, S2 bərabərdir S-dir. Deyir, birinci kondensatorun lövhələri arasındakı gərginlik U olarsa, ikinci kondensatorun lövhələri arasındakı gərginlik nədir? Onda deyirsən ki, baxırsan ki, S 4 dəfə azalıb. Tərs asıllığa nəzərən deyə bilərsən ki, U 4 dəfə artmalıdır. Yəni, U2 olacaq 4 dənə U. Bəs desə ki, ümumi mənbədəki gərginlik nə qədərdir? Deyirsən, U üstəgəl 4U, o da bərabərdir 5 dənə U. Bax, bu formatda biz gərginlikləri müqayisə eləyə bilərik. Məncə, burada elə bir sıxıntı yoxdur. Buraları silirəm artıq. Bizə lazım deyil. Sonra bu tərəfi də sildim. Sildik. Gözəl. Bunu da silək. Deməli, kondensatorların ardıcıl birləşməsində yüklər eyni oldu. Yəni, yük nə olursa olsun, tutum nə olursa olsun yükləri eyni götürürük. Bundan əlavə olaraq gərginliklərin müqayisəsini ətraflı şəkildə dedim. Keçirik indi növbəti məsələmizə. Görək növbəti məsələmiz nədir? Enerjilərin asılılığı. Görək enerjilərin asılılığı necə olacaq? Biz bilirik ki, bizim kondensatorumuzun enerjisi W bərabərdir. Q sabit hal üçün Q kvadrat bölünsün 2S-dir. Başqa sözlə buradan görürük ki, bizim enerjimiz S-dən tərs mütənasib asılıdır. Onda deyə bilərik ki, kondensatorda əgər ardıcıl birləşibsə, yük sabit olduğu üçün gərginlik və enerji tutumdan tərs mütənasib asılı olmuş olacaq. Yaxşı, nə deməkdir və necə müqayisə olunacaq ona baxaq. Yenə də gəlin bir kondensator götürək bu formada. Belə. S1-ə bir dənə S deyək, S2-yə də bir dənə 2S deyək. İlk olaraq gəlin burada biz hər şeyi müqayisə eləməyə başlayaq. Birincisi, biz deyəsiyik ki, buradakı yüklər eynidir. Q1 ilə Q2 bərabərdir. İkincisi, gəlin gərginliklərə baxaq. Buna U1 deyirəm, buna U2 deyirəm. Müqayisəsinə diqqət eləsək görərik ki, U-muz S ilə tərs asılı olduğu üçün, bax, U S ilə tərs asılı olduğu üçün, S-si balacası olanın U-su çoxdur. Yəni, U1 U2-dən böyükdür. Desən, neçə dəfə böyükdür? Deyə bilərsən ki, U1 2 dənə U2-yə bərabər olmuş olacaq. Yəni, 2 dəfə böyük olacaq. 3. Enerjilər necə müqayisə olunacaq? Gördük ki, enerjimiz tutumdan tərs mütənasib asılıdır. Və buna əsasən biz deyə bilərik ki, tutumu balaca olanın enerjisi çoxdur. Yəni, W1 çoxdur W2-dən. Yəni, neçə dəfə çoxdur desən, deyirsən W1 2 dənə W2-yə bərabər olmuş olacaq. Belə. Deməli, biz ardıcıl birləşmə üçün kondensatorun enerjilərini verilmiş qaydada müqayisə edə bilərik. Keçdik indi növbəti məsələmizə. Üçüncü məsələmiz nədir? Biz bu məsələnin əslində, yəni bu mövzunun canı ümumi tutumun tapılmasıdır. Baxaq görək ardıcıl birləşmədə ümumi tutum necə təyin olunacaq? Bunu işarə olaraq S indeksinə A yazasıyıq. Yəni, ardıcıl birləşmədəki ümumi tutum olaraq. Biz ümumi tutumu təyin eləmək üçün gərginlikdən yola çıxasıyıq. Gərginliyin ifadəsi belə idi ki, U bərabərdir U1 plus U2 şəklində. Biz bilirik ki, U-nun üstürü Q böl S-dir. Onda yazıram U-nun yerinə Q bölünsün S ardıcıl bərabərdir. U1-in yerinə yazıram Q1 bölünsün S1 plus U2-in yerinə yazıram Q2 bölünsün S2. Bundan sonra mən ixtisarlarımı eləyirəm. Bu qaydada ixtisarlarımı elədim. Və yekun olaraq görək hansı ifadəni alıram. Alıram ki, 1 bölünsün S ardıcıl bərabərdir. 1 böl S1 plus 1 bölünsün S2. Təbii ki, bu 2 kondensator üçündür. Biz yuxarıda verilən hala baxdıq hal-hazırda. Bunu sən nə qədər istəsən artıra bilərsən. Yəni, neçə dənə kondensator varsa, bunu ardıcıl olaraq artırmaq mümkündür. Yaxşı. İndi gəlin bu verilənə əsasən biz təyin eləyək ki, 2 dənə kondensatorumuz varsa, buradan S ardıcılı tapsaq nə olar?
C ardıcıl bərabər olacaq. C1 vur C2 bölünsün C1 plus C2. Təbii ki, bu çox cüzi bir riyaziyyatdır ki, buradakı C ardıcılı tapırıq. Deməli, 2 ədəd kondensator olduqda ümumi tutumu tapmaq üçün bu ifadədən istifadə edə bilərik. Görək nədir, nə deməkdir, necə tətbiq olunacaq. Baxın, tutaq ki, bizə 2 dənə kondensator verilib belə. Məsələn, C1-ə deyir ki, 20 mikrofarad, C2-yə də deyir, məsələn, 30 mikrofarad. Sonra sənə deyir ki, buranın ümumi tutumu nədir? Sən deyirsən ki, C ardıcıl bərabərdir. Hasil, yəni 20 vur 30, bölünsün cəm, yəni 20 plus 30. Bu da bizim üçün nə eləyəcək? 600 bölünsün 50. 600 də 50-yə bölüb 12 mikrofaradı alırıq. Deməli, biz ardıcıl birləşmədə bu qaydada, bu düsturdan istifadə edə bilərik. Belə. Deməli, ardıcılda ümumi tutum təyin eləmək üçün ya tərs qiymətlər cəmlənir, əgər xüsusi halda 2 dənədirsə, hasilini cəminə bölürük. Bu ilə ki, qurtardıq. Sonra keçirik növbəti məsələmizə. Növbəti məsələmiz görək nədir? Tutaq ki, kondensatorların tutumları eynidir. Yazıram bura. Tutumları eyni olan kondensatorlar. Bu zaman mən bunu 2 dənə üçün düsturunu çıxaracağam. Kondensatorlar. Sonra ümumi n dənəyə tətbiq eləyərik. Tutaq ki, C1-ində tutumu C-dir. C2-nin də tutumu C-dir. Onda mən yazıram C ardıcıl bərabərdir. Hasil, yəni C vur C, bölünsün cəm, yəni C plus C. C kvadratı bölünsün 2C, C-lərin biri ixtisar gedib, C bölünsün 2 qalacaq. Başqa sözlə, tutumlar eynidirsə, ümumi tutumu tapmaq üçün birini sayına bölmək lazımdır. Yəni, n ədəd kondensator üçün, bax, bura yazacağım, n ədəd kondensator üçün C ardıcıl bərabərdir, C bölünsün n şəklində təyin olunacaq. Bunu da bunların yanına yazdım. Deməli, biz ardıcıl birləşmədə cəmi bu 3 dənə ifadədən istifadə edərək ümumi tutumu təyin edə bilərik. Təbii ki, artıq əsas ifadəmiz birinci ifadədir. Bax, əsas ifadəmiz budur. Digərləri bu birinci ifadədən çıxan xüsusi hallardır. Bu ilə ki, qurtardıq. Gəlin bir neçə dənə misal göstərək, görək necə təyin olunacaq bu ümumi tutum. Bayaq yuxarıda bu şəkli bura qoymuşdum. Gəlin bu şəklə bir balaca diqqət eləyək. Baxın, burada məsələn, bunun da tutumu C olsun, bunun da tutumu C olsun, bunun da. Deyirəm ki, buradakı ümumi tutum nəyə bərabərdir? C ardıcıl bərabərdir. Deyirsiniz ki, deməli, burada 4 dənədir. Birini sayına böləcəm. C böl 4 qutardı. Keçirəm digər şəklə. Burada da C-dir, burada da C-dir. Bayaq dediyim kimi bu ardıcıl birləşmədir. Çünki parçalanma yoxdur. Yəni, naqil 2 və ya daha artıq yerə parçalanmayıb. Onda mən deyə bilərəm ki, buradakı C ardıcıl bərabərdir. C bölünsün 2. Digər şəklə baxsam, bunların tutumları eynidir. Onda deyəcəm ki, C ardıcıl bərabərdir. 4 dənə olduğu üçün C bölünsün 4 şəklində ümumi tutum təyin olunacaq. Və salam. Bu ilə ki də belə bitirdik. Deməli, bizim ardıcıl birləşməmiz haqqında bəzi məsələləri dedik. İndi bir misal daha çəkəcəm ardıcıl birləşmə haqqında. Deməli, bizdə tutaq ki, belə bir kondensator verilib. Kondensatorun lövhələrindən birinin ortasında hava var. Bu müstəvi hava kondensatorudur. Digərinin içərisinə isə müəyyən bir dielektrik daxil eləmişik, fərz eləyək. Dielektriki daxil elədikdə dielektrik nüfuzluğu epsilon olan, təbii ki, bunun tutumu epsilon dəfə artacaq. Deyirəm ki, burada ümumi tutum nəyə bərabərdir? İndi biz təyin edirik ki, buradakı ümumi tutumumuzu biz necə tapasıyıq? Yazırıq C ardıcıl bərabərdir. Biz bayaq dedik ki, hasilini, C1, C2-ni cəmə bölə bilərik 2 dənə olduqda. Deməli, hasilimiz C0 vurulsun epsilon C0, cəmimiz isə C0 plus epsilon C0 olacaq və C0 mötərizə xaricinə çıxarıb ixtisar elədikdə burada olur C0 epsilon C0 bölünsün, C0-ı qabağa atıram 1 plus epsilon. Bunları da ixtisar edirəm və alınır mənim üçün epsilon C0 bölünsün 1 plus epsilon şəklində. Bu qaydada biz deməli yekun tutumumuzu təyin eləmiş olasıyıq. Bu belə. Deməli, ardıcıl birləşmənin müəyyən bir hissələri haqqında danışdıq. İndi gəlirik ardıcıl birləşmənin çox vacib olan hissələrindən biri. Bura çox diqqətli olmaq lazımdır. Gəlin bir dənə kondensator götürək. Bu formada belə bir kondensatorumuz olsun. Kondensatorun
lövhələrindən birini ya arasına dielektrik daxil eləyəsiyik, ya dielektriki çıxarasıyıq və yekun olaraq bu tip məsələlər necə həll olunur, hamısını araşdırasıyıq. Baxaq diqqətlə. Deməli, bu bizim olsun mənbəyimiz. Mənbədəki gərginliyi U bərabərdir bir konstant deyək. Məsələn, deyirəm ki, bu S1, bu da S2. S1 kondensatorunun lövhələrin arasına müəyyən bir dielektrik daxil olunur. Buna deyək D dielektriki. Dielektrik daxil olunduqda başlayırıq araşdırmağa ki, S1 kondensatorunun tutumu necə dəyişər, S2 necə dəyişər, sonra bizdə nələr olacaq? Deməli, buradakı U1 gərginliyi necə dəyişər, sonra buradakı U2 gərginliyi necə dəyişər, hətta ümumini ölçən, burada belə bir U gərginliyimiz necə dəyişər, hamısını yavaş-yavaş araşdırırıq. Başlayarıq. 1. Deməli, S1 bərabərdir. Epsilon, epsilon 0, S böl D olduğu üçün epsilondan düz asıllıq varsa, dielektrik daxil olunursa S1 artır. S1 epsilon dəfə artır. Bu əla. Keçdik S2-yə. İkinci. S2 bərabərdir. S2-də tutaq ki, məsələn, hava kondensatorudirsa, epsilon 0 S böl D. Burada dəyişən heç nə yoxdur deyə S2 dəyişmir. Yəni, bura artıq heç nə, yəni dielektrik daxil eləmirik və ya çıxarmırıq, dəyişən heç nə yoxdur. Keçdik 3. Üçüncü məsələmiz. Artıq U1 necə dəyişəcək, U2 necə dəyişəcək, onları anlamaq lazımdır. Birinci, bunun qanuni yolunu yazacağım, yəni konkret necə yazılmalıdır. Sonra isə bunun daha rahat üsulunu deyəcəm. Deməli, ilk olaraq biz tapmalıyıq ki, yük necə dəyişir? Çünki burada bilirik ki, yüklər eynidir. Yəni, Q1-dəki yüklə Q2-dəki yük eynidir. Səbəb isə ardıcıl birləşmə olmağıdır. Onda mən yükün necə dəyişdiyini tapmaq üçün yazıram. Q bərabərdir. Bu, ümumi yükdür bu da. Q bərabərdir. Bilirik ki, düsturumuz S U-dur. Yəni, S ardıcıl vurulsun ümumi U. Və digər tərəfdən bilirəm ki, ardıcıl birləşmədə S ardıcıl bərabərdir. 2 dənədirsə əgər S1 vurulsun S2 bölünsün S1 plus S2 şəklində yazılır. Və burada biz tapdıq ki, bizim deməli S1-imizin qiyməti yuxarıda təyin elədik ki, artır. S1-in qiyməti burada artdı, burada artdı və S ardıcıl da artacaq. Niyə artacaq? Yadımıza salırdıq ki, əgər bir kəmiyyət həm sürətdə, həm məxrəcdə varsa, yadınızda son qrafiki belə olurdu. Kökaltıya oxşar bir qrafik olurdu. Başqa sözlə, S-lərin artması ümumi S-ni də artırmış olacaq. Yaxşı, S-nin artması, S ardıcılının artması Q-ni artırır. Deməli, mən belə söz deyə bilərəm ki, yük artır. Bura diqqətli olun, təkrar dinləyin. Tapdım ki, dövrədəki ümumi yük artır. Ümumi yükün artması ilə mən artıq yavaş-yavaş 4-cü halda U2 necə dəyişər tapa bilərəm. U2 gərginliyi bərabərdir. Deməli, mən hələ ki, buradakı gərginliyə baxıram. U2 bərabərdir. Düsturum Q bölünsün S2-dir. Və bayaq belə bir şey qeyd elədik. Dedik ki, bu S2 dəyişmir. Bunun dəyişmədiyini tapdıq. Bu dəyişmir. Çünki S2 kondensatoruna heç bir müdaxilə olunmuyub. Və biz bayaq təyin elədik ki, ümumi yükümüz, bax burada, ümumi yükün artdığını da təyin elədik. Onda bu Q artırsa, U2 avtomatik artmalıdır. Onda belə deyərik ki, U2 gərginliyi artır. Bu belə. İndi gəlin 5-ci halda U1 gərginliyi necə dəyişər, ona baxaq. U1-in necə dəyişdiyini təyin eləmək üçün nəyə baxasıyıq? Deyirik ki, bizim mənbəmizin ümumi gərginliyi, baxın bu U, sabitdir yazıb, konstant yazıb və digər tərəfdən ardıcıl birləşmədə U bərabərdir U1 plus U2 idi və buna da bir konstant deyək, bu sabit qalmalıdır. İndi diqqət edirik ki, U2-nin qiyməti artır. Yaxşı, U2-nin qiymətinin artmağı cəmin sabit qalmaq üçün U1-i azaltmalıdır. Onda sən deyirsən ki, U1 gərginliyi azalır və salam. U1 gərginliyi azalır. Bitdi bu inanki məsələdə. Yaxşı, keçək indi 6-cı hala. Görək 6-cı halımız necə olacaq. Burada deməli ən önəmli məsələlər 4,
çox önəmlidir. Yəni U2 gərginliyi necə dəyişir? 5 necə önəmlidir? Yəni U1 ilə U2-nin necə dəyişdiyi çox önəmlidir. C1, C2 də bunu tapmaq biraz asandır. Yük o qədər də çox soruşulmur. Yükü də ətraflı şəkildə dedik. İndi gəlirik 6-cı halımıza. 6-cı halımız ümumi U söhbətidir. Deməli, U gərginliyi mənbəni ölçür və sabit qaldığı üçün deyirsən ki, ümumi U dəyişmir. Vəssalam, dəyişmir. Deməli, bizdə dəyişməyən kəmiyyətlər nələr oldu? Bura bir dənə diqqətli olaq. Deməli, bax, gördüyümüz kimi dəyişməyən kəmiyyətlərdən biri budur. Bax, U dəyişmir. Sonra dəyişməyən kəmiyyətimiz C2 kondensatorunun tutumu dəyişmir. Bunlara çox diqqətli olmaq lazımdır. Digər kəmiyyətlər gördüyümüz kimi dəyişdi. Belə, deməli biz bu məsələni ətraflı şəkildə araşdırdıq. Yenidən təkrar dinləyə bilərsiniz ki, bunu tam anlayasınız. Yaxşı, bu qanun qayda ilə yazılışı. Bəs bunun rahat formatda yazılışı, rahatı necədir? Gəlin indi ona baxaq. Deməli, sürətli və rahat forması belədir. Düşünürsən ki, C1-in içərisinə daxil eləyən kimi dielektriki bu avtomatik artır. Bunu bilirik epsilon dəfə. C-nin artmağı U-nu necə dəyişəcək? Bax, yazıram. U1 bərabərdir Q böl C-dən. Sən deyirsən ki, bu C artıbsa U1 azalacaq. Biz onsuz da U1-in azaldığını dolayı yolla burada tapmışdıq. Yəni, düzgün yolla gəlib tapmışdıq ki, U1 azalır. Deməli, deyirsən, bu U1 azaldı. Aha. U1 azalıb cəmin sabit qalmağından ötürü avtomatik U2 artmalıdır. Baxın, bunun sürətli versiyası budur. Yəni, U1 plus U2 bərabər konstant deyirsən, U1 azalıbsa avtomatik U2 artmalıdır ki, cəm sabit qalsın. Amma bu doğru yanaşma deyil. Ona görə ki, sən burada dedin ki, C artıb, U1 azalıb. Bu Q-yə şərti olaraq sabit verdin. Amma biz bayaq nə aldıq? Dedik ki, yük artır. Yəni, bu yük sabit deyil. Sadəcə şərti olaraq, yəni o cür düşünüb doğru cavab çıxır. Yəni, doğru cavab çıxır o qaydada da. İlla ki, bunu ətraflı şəkildə açıq yazmasaz da doğru cavabı çıxara bilərsiniz. Belə. Yəni, bu da çox önəmli məsələlərdən biri idi. Bununla da demək olar ki, ardıcıl birləşməmizi yekunlaşdırdıq. Ondan sonra keçirik növbəti məsələmiz olan paralel birləşməyə. Məncə, ardıcıl birləşmədə deyiləcək heç nə qalmadı. Tam ətraflı şəkildə toxundum hər bir şeyə. Keçək indi paralel birləşməmizə. Kondensatorların paralel birləşməsi. Paralel birləşməsi. Aha. Bu paralel birləşmədə bayaq mən qeyd elədim ki, mütləq mənim naqilim 2 və ya daha artıq yerə parçalanmalıdır. Əgər parçalanmırsa, bu paralel birləşmə olmur. İndi bir dənə paralel birləşmə göstərək bura. Deməli, belə eləyək. Gördüyümüz kimi burada naqilimiz 2 yerə bölünüb, 2 yerə parçalanıb. Aha. Deməli, bu oldu bizim naqillərimizin paralel birləşməsi. Gəlin işarələrimizi yavaş-yavaş eləyək, işarələmələrimizi. Sonra yavaş-yavaş başlayaq. Deməli, burada birincinin tutumuna C1 deyək, ikincinin tutumuna C2 deyək. Ən sadə halda paralel birləşmə bu formatda olacaq. Sonra birincidəki lövhələr arasındakı gərginliyə bir dənə biz U1 deyək istəyirsiniz buna. Olsun U1. Sonra ikincinin lövhələr arasındakı gərginliyə bir dənə U2 deyək. U2. Bir dənə də ümumi paralel birləşmədə ümumi gərginliyə baxaq görək bu nəyi göstərir bizim üçün. Bu da olacaq bizim üçün U. Başlayırıq yavaş-yavaş məsələmizi həll eləməyə. Və burada əsas budaqdakı yükə biz Q deyək. Budaqlardakı yükə Q1 deyək. Bura isə Q2 deyək. İlk olaraq nədən başlayırıq? Birinci məsələmiz. Çox diqqətli oluruq ki, gərginliklər sabit olur. Yəni nə deməkdir? Bu o deməkdir ki, 1-ci lövhədə, yəni 1-ci kondensatorun lövhələr arasındakı gərginliklə
İkinci bərabərdir, o da ümumi U-nu göstərir. Və salam, bitdi, getdi. Bax, buna diqqətli oluruq. Lövhələr arasındakı gərginlik sabitdir. Məsələn, sənə deyirsə ki, bura deyir 12 voltdur məsələn. Buradakı U1-dəki gərginlik nədir? Deyirsən, bura 12-dirsə, bu da 12-dir, bu da 12-dir. Vəssalam. Yəni, gərginlik hər yerdə eyni olmalıdır, fərqli rəqəm ola bilməz. Keçdik 2-yə. Yüklər cəmlənir. Yüklər cəmlənir. Nə deməkdir yüklər cəmlənir? Deyir ki, əsas budağın yükü budaqdakı yüklərin cəmi qədərdir. Yəni, əsas budaqdakı yük ayrı-ayrı budaqlarda nə qədər yük varsa, onların cəmi qədər olmuş olacaq. İndi yüklər necə paylanır, onlara da baxacağım. 3. Yüklərin paylanması. Baxaq. Yüklərin paylanması. Görək, paralel birləşmədə yüklər hansı kondensatora çox, hansı kondensatora az düşür, onları araşdırasıq. Deməli, biz bilirik ki, düsturumuz Q bərabərdir, S vurulsun U-dur. Və digər tərəfdən biz bilirik ki, paralel birləşmədə U sabitdir. Bu zaman belə bir nəticə çıxır ki, mənim yüküm tutumdan düz asılıdır. Yəni, tutumu çox olanın yükü çox olacaq. Məsələn, gəlin bir misal göstərək. Tutaq ki, S1 tutumuna bir S deyək, S2 tutumuna bir 3S deyək. Deyirəm ki, bunların yüklərini müqayisə elə. Yüklərin müqayisəsində sən deyirsən ki, Q S-dən düz asılı olduğu üçün, onda deyirsən ki, Q2 böyük olacaq Q1-dən. Yaxşı, neçə dəfə böyük olacaq? 3 dəfə. Deməli, Q2 3 dənə Q1 olmuş olacaq. Bax, bu qaydada müqayisəmizi eləyə bilərik. Bəs yaxşı, əsas yük nəyə bərabər olacaq? Əsas yükümüz Q1 plus Q2-nin cəmi qədər olacaq. Hər zaman əsas yük ən böyükdür. Yəni, hər zaman Q böyük olur. Və biz 2 ilə 1 arasında münasibət bildiksə, Q2 böyükdür, Q1 formatında yaza bilərik. Deməli, hansı paralel birləşmə hissəsində hansı budağın tutumu çoxdursa, bax, hansı budağın tutumu çoxdursa, onun yükü çox olur. Və digər tərəfdən əsas budağın yükü həmişə budaqlardakı yükdən böyük olmuş olacaq. Çünki əsas budaq budaqdakıların cəminə bərabərdir. Belə, bu qaydada bunları müqayisə edə bilərik. Keçdik növbəti məsələmizə. Yüklərin paylanmasını bildikdən sonra biz təyin edirik. Görək. Enerjilər. 4 deyək buna. 4-cü. Enerjilər necə paylanır? Enerjilərin paylanması, yəni müqayisəsi. Baxaq görək necə olacaq. Deməli, biz bilirik ki, U konstant olanda enerjimiz W bərabərdir. SU kvadratı bölünsün 2-dir. Və buradan görürük ki, W'muz S-dən düz mütənasib asılıdır. Yəni, gərginlik sabit olanda bizim enerjimiz tutumdan düz mütənasib asılı olur. Məsələn, yuxarıdakı misala baxsaq, S-lərin bu qiymətlərində, yəni S və 3S qiymətlərinə baxsaq, deyə bilərik ki, tutumla düz mütənasib asılı olduğuna görə W1 balacadır W2-dən və yaxud da fərqli yazım bunu, indekslərini 2-1 ilə yazım. W2 böyükdür W1-dən. Yaxşı, neçə dəfə böyükdür desən, deyirsən ki, 2-1-dən, deməli gördüyümüz kimi 3 dəfə çoxdur. Vəssalam. Bax, bu qaydada elektrik sahəsinin enerjilərini, yəni kondensatorun lövhələri arasındakı enerjini müqayisə eləmək olar. İndi isə gəldik son və ən önəmli məsələlərdən birinə ki, paralel birləşmədə ümumi tutum necə təyin olunur? 5. Ümumi tutum. Ümumi tutuma S paralel, yəni S indeksinə P yazırıq. Bu bizim ümumi tutumumuz. Gəlin bunun yavaş-yavaş düsturunu çıxaraq görək, hardan çıxarıq. Deməli, biz bilirik ki, bizim yüklərimiz burada gördük ki, cəmlənir. Ona görə yazıram ki, Q bərabərdir Q1 plus Q2 və digər tərəfdən mən bilirəm ki, Q-nün düsturu SU-dur. Ona görə yazıram SU, S paralel vurulsun U bərabərdir. S1 U1 plus S2 U2 və buradan belə bir nəticəyə gəlirəm ki, mən gərginliklərin eyni şərtini yuxarıda vurğuladım. Gərginliklər eynidirsə, deməli, mən bunları ixtisar edə bilərəm. Onda mən ümumi tutum üçün yazıram S paralel bərabərdir S1 üstəgəl S2. Deməli, paralel birləşmədə ümumi tutumu təyin eləmək üçün biz
kondensatorların tutumlarını cəmləməliyik. Və belə bir məsələ deyə bilərik ki, əgər kondensatorların tutumları eynidirsə və n ədəd olarsa, onda C paralel bərabərdir. N vurulsun C şəklində ümumi tutumu təyin etmək olar. Yaxşı, gəldik indi növbəti məsələmizə. Görək, paralel birləşmədə deməli, ola bilər ki, belə bir məsələ olsun. Bunu mən bayaq ardıcıl format üçün qeyd elədim. Bu cür bir paralel birləşmə var. Paralel birləşmələrdən birinin tutumu C0'dır. Digərinin lövhələr arasında dielektrik var. Onda avtomatik bunun tutumu epsilon C0 olur. Onda C paralel bərabər olur. C0 plus epsilon C0. Bu şəkildə də təyin edə bilərik və ya C0 mörtəzə xaricinə atıb 1 üstəgəl epsilon şəklində də demək olar. Belə, bu oldu bizim paralel birləşməmizə aid bir nümunələrdən biri. Ondan başqa paralel birləşməmizə aid bir məsələni də qeyd eləyərik. Məsələn, belə bir məsələ tipi olacaq. Bizdə dimdə qabağımıza çıxacaq. Çox maraqlı testlərdən biridir. Paralel birləşmədə buna biraz diqqətli oluruq uşaqlar. Deməli, 23-cü testdir bu. Deyir, müstəvi hava kondensatoru sabit gərginlik mənbəyinə paralel qoşulub deyir. Bu formada belə bir kondensator verilib. Belə. Aha. Paralel şəkildə birləşdirdik və sabit gərginlik mənbəyinə qoşulub. Başqa sözlə deyir ki, bu kondensatorun birləşdiyi ümumi mənbənin U-su konstantdır. U bərabərdir, konstant şərtini verib. Gözəl. Sonra bizə deyir ki, lövhələrin sahələri S2 bərabərdir 2 dənə S1-dir və digər tərəfdən lövhələri arasındakı məsafələr isə D1 bərabərdir 3 dənə D2-dir. İndi məsələ nədən ibarətdir? Bax, burada diqqətli olacaq məqam nədir? Ondan ibarətdir ki, biz birinci növbədə bunların tutumları arasında münasibət bilməliyik ki, yəni hansı böyükdür, hansı kiçikdir. Baxın, bu müqayisəyə aid ən çətin tipli testlərdir. Birinci C1-i yazırıq. C1 bərabərdir. Hava kondensatoru olduğu üçün epsilon yoxdur. Birbaşa epsilon 0 S1 böl D1. C2-ni də yerinə yazıram. Epsilon 0 S2 böl D2. Bundan sonra verilənləri nəzərə almaq lazımdır. Deməli, mən D1-in yerinə 3D2 qoyacam. Yazıram. Epsilon 0 vurulsun S2. D1-in yerinə 3 dənə D2 burada qoyun bunu. Deməli, epsilon 0 S1 bölünsün. Deməli, 3 dənə D2. Bunu qoydum D1-in yerinə. Və yuxarıda S2-nin yerinə də 2 dənə S1 qoyacam. Yazıram bunun yerinə. 2 dənə S1. Bir saniyə bunu silim. Aha. Bunun yerinə yazıram. 2 dənə S1. Aşağıda da D2 olduğu kimi saxlayıram. İndi bir şeyə diqqət eləyirik. Nədir o diqqət eləməyimiz lazım olan bir şey? Deməli, bu 2 dənə ədədin müqayisəsi. Baxırıq ki, burada bu ifadə ilə bu ifadənin müqayisəsinə görürük ki, aşağıdakı ifadə yuxarıdakından 6 dəfə çoxdur. Yəni, sən bu ədədi 6-ya vursan, 3-dən 6 ixtisar gedib aşağıdakı ədəd alınacaq. Başqa sözlə sən deyə bilərsən ki, C2 böyükdür C1-dən. Neçə dəfə böyükdür? 6 dəfə. Yəni, C2 6 dənə C1-dir. Bax, bunu bu qaydada müqayisəsini tapdıq. Müqayisəni tapdıqdan sonra bizdən indi verilən məsələlərdə yüklər arasında münasibət istəyir. Biz digər tərəfdən bilirik ki, Q bərabərdir, C vurulsun U'dur. U konstant olduğuna görə, yəni sabit olduğu üçün, onda biz deyə bilərik ki, yükümüz tutumdan düz asılıdır. Onda belə çıxır ki, düz asılılıq əsasən biz indeksi dəyişmədən Q2 bərabərdir 6 dənə Q1 şərtini deyə bilərik. Gördüyümüz kimi bu 23-cü test tipində, yəni dimdəki 23-də bu qaydada həll olacaq. Belə, bu ilə ki, qurtardıq. Bu oldu bizim paralel birləşməmizdəki bəzi məsələlərimiz. Biraz bəzi məsələlərə toxunmağa çalışdıq. İndi bir məsələni diqqətinizə çatdıracağım. Məsələn, deyir ki, bizdə n ədəd kondensator var. Baxın, n ədəd, söhbət eyni tutumlu kondensatordan gedir. N ədəd eyni tutumlu kondensator var. Kondensator. Aha. İndi burada nə ola bilər? Ola bilər ki, bizim n ədəd eyni tutumlu kondensatorumuz paralel birləşmədən keçib ardıcıl və ya ola bilər ki, ardıcıl birləşmədən
Ardıcıl birləşmədən. Keçib paralel birləşməyə. Paralel. Yaxşı. Bu zaman nə olacaq? Baxırıq. Biz bilirik ki, n ədəd kondensator paralel birləşməndə olur bizdən ötürü n vurulsun s. Ardıcıl birləşəndə olur s böl n. Görürük ki, n vur s-dən s böl n-ə keçmək nə deməkdir? N kvadratı dəfə azalır. Deməli, ümumi tutum n kvadratı dəfə azalır. Əgər ardıcıldan paralelə keçirsə, yəni s böl n-dən n vur s-yə keçirsə, onda deyirsən n kvadratı dəfə artır. Və salam, bitdi, getdi. Belə, demək olar ki, bəzi məsələlərə ətraflı şəkildə toxunduq. İndi bundan bir məsələmizdə deyə bilərik ki, məsələn, deyir ki, eyni tutuma malik bir neçədən kondensatorumuz var, sayını bilmirik. Paralel birləşdirildikdə ümumi tutum 64 olub. Deyir ki, S paralel bərabərdir 64 olub. Ardıcıl birləşdirdikdə isə S ardıcıl bərabərdir 4 olub. Bizdən deyir ki, kondensatorların sayı nə qədərdir? Biz bilirik ki, paralel birləşmə n vur s-dir. Bu olub 64. Ardıcıl birləşmə isə s böl n-dir. Bu olub bizim üçün 4. Biz n-i təyin eləmək üçün buradan s-ni tapa bilərik və yuxarıda yerinə qoyarıq. S-yə tapdıq 4n və götürüb yuxarıda yerinə qoyuruq ki, n vurulsun. S-nin yerinə 4n bərabərdir 64 və buradan n kvadratı bərabərdir 16. N də bərabər 4 alırıq. Deməli, kondensatorun sayı 4 dənə olmuş olacaq. Bax, bu tipli məsələlərimiz olacaq bizim üçün. Gəlin, indi bir neçə dənə test tipinə yavaş-yavaş baxaq. Görək necə olacaq. Və bir məsələni də burada ətraflı şəkildə istəyirəm burada izah edeyim. Sonra artıq testlər üzərində yenə də ona baxasıyıq. Deməli, paralel birləşmədə bəzi müqayisələrimiz olacaq. Ən çox problem yük müqayisələrində olur. Bir dənə yük müqayisəsinin üzərindən keçək, sonra digərlərini testlər üzərində baxarıq. Baxın, burada deməli bu formada bir kondensatorumuz verilib. Biraz səliqəsiz olacaq, nəysə. Deməli, S1-ə deyib 3S, S2-yə deyib məsələn 2 dənə S və S3-ə də yenə S deyib. Deyir ki, buradakı yükləri müqayisə eləyin. Yükləri necə müqayisə eləyəsiniz? İlk öncə ona baxaq. Yüklərin müqayisəsini, gəlin biz hər şeyi müqayisə eləyək, tək yüklərə baxmayaq. Birinci baxaq, yüklər. Deməli, buradakı yükə deyirəm Q1, buradakı yükə deyirəm Q2, buradakı yükə deyirəm Q3. İlk olaraq biz yükü müqayisə eləyəndə kondensatorların tutumlarına diqqət yetirmədən birbaşa bir söz deyə bilərik ki, Q3 ən böyükdür. Çünki Q3 əsas budaqdadır. Yüklərdə olan, budaqlarda olan yüklərin cəmi Q3-ü verir. Yəni, hər zaman biz deyə bilirik ki, bizim Q3-ümüz Q1 ilə Q2-nin cəmidir. Onda Q3 ən böyükdür deyə bilərik. İndi isə gəlib baxırıq biz bu paralel hissəyə. Baxırıq ki, bizim paralel hissədə U bərabərdir konstant şərti ödənirdi. Paralel hissə üçün U bərabər konstant idi. Və Q bərabərdir SU düsturuna əsasən U sabitsə QS-dən düz asılı idi. Onda belə bir nəticə əldə edirəm ki, S1 S2-dən böyükdürsə, onda avtomatik Q1 də Q2-dən böyükdür. Onda deyirəm Q3 böyükdür Q2, böyükdür Q1 şərti ödənmiş olacaq. Bunu geriyə çəkə-çəkə diqqətlə dinləyin. Çox önəmli bir məsələdir. Sonra gəlir indi növbəti ikinci addımımıza. İkinci addımda bizdən soruşa bilər ki, gərginlikləri müqayisə edin. Gərginliklərin müqayisəsi. Aha, bu biraz önəmlidir. Müqayisəsi. Deməli, gərginlikləri müqayisə eləyərkən ilk öncə nəyə baxmaq lazımdır? İlk öncə paralel hissəyə baxmaq lazımdır. Niyə? Çünki biz bilirdik ki, bu paralel hissədə U-lar eyni olur. Yəni, burada U1 və U2-nin ədədi qiymətləri eyni olur. Onda mən yazacağım ki, U1 ilə U2 bir-birinə bərabərdir. Bunu nağdı bildim. İndi mən bura bir U3 yazacağım. Ortaya hansı işarə, yəni böyükdürmü yazıram, kiçikmi yazıram, bərabərmi yazıram? Artıq onu yavaş-yavaş təyin eləyəsinik. Bunun üçün biz bu dövrəni biraz sadələşdirməliyik. Deməli, bax, belə çəkəcəm. Deməli, buradakı gərginliyimiz, baxın, bu bizim U3-ümüz olsun. Buradakı gərginliyimiz isə U1 ilə U2 olsun. Yəni, bunlar onsuz da eyni şeylərdir. Yəni, həm U1-dir, həm də U2-dir. Onsuz da eyni şeylərdir bunlar. Deməli, mən bu 3S
gərginliyi tutumu ilə 2S tutumuna paralel birləşmə kimi baxıb ümumi tutumu tapacağam. S paralel bərabərdir. Hasil, yəni 3S vur 2S bölünsün cəm 3S plus 2S və buranı həll edirəm. Olur mənim üçün 6S kvadratı bölünsün 5S. S-lərin də birini ixtisar elədim. Bu nə eləyir? 1/2S eləyir səhv eləmirəmsə. Deməli, belə bir vəziyyət alıram ki, artıq. Onda mənim yekun vəziyyətim, bu tərəfdən çəkim, belə olacaq. Belə, belə. Deməli, burada S3 var və burada bir S paraleldən mən 1/10-2S aldım. İndi isə baxıram bunların gərginliklərinə. Deməli, mən U3 ilə, baxın, U3 ilə buradakı U-ları müqayisə eləməliyəm. Buradakı U-lar nə idi? U1 bərabərdir U2 idi. Yəni, eyni şeylər idi. U3-ün müqayisəsinə baxıram necə? Ardıcıl birləşmə olaraq baxsam, deyirəm ki, ardıcıl birləşmədə U bərabərdir Q böl S-dir. Q sabitdir və gördüyümüz kimi U-muz S-dən tərs asılıdır. Bu o deməkdir ki, S-si balaca olanın U-su böyük olacaq. Deməli, U3 1 ilə 2-dən daha böyük olmuş olacaq. Bax, bu qaydada gərginlikləri müqayisə eləmək mümkündür. Bitdi bu məsələmizdə. Gəlin artıq yavaş-yavaş testlər üzərində araşdırmağa başlayaq bu mövzunu. Belə, təkrar dinləyərsiniz. Çox önəmli bir mövzudur. Çalışdım ki, test tiplərinə toxunum bir-bir. Yenə də təbii ki, hamısına toxunmaq burada mümkün deyil. Artıq test üzərində yavaş-yavaş bütün tiplərə toxunasıyıq. Deməli, hardan başlayır bu? Kondensatorların ardıcıl və paralel birləşdirilməsi. Başladıq. İlk olaraq tutumları S1 bərabərdir S1 bərabərdir 10, S2 bərabərdir 20 və S3 bərabərdir 30 olan 3 dənə kondensator var. Biz ilk olaraq 10 və 20-ni tapmalıyıq. 10 və 20 paralel birləşdiyi üçün yazıram 10 plus 20 bərabərdir 30. Deməli, bura olacaq mənim üçün 30. Bir saniyə. Bunu biraz şriftimi balacalaşdıraq. Aha. Deməli, buradakı rəqəmlərə baxırıq. Yenidən yazacağım. Çünki çox qarışıqlıq düşür burada. Deməli, S1-imiz 10-dur, S2-miz 20-dir və S3-ümüz 30-dur. İlk olaraq paraleli hesablayıram. S paralel bərabərdir 10 plus 20 bərabərdir 30. Və bundan sonra bu 30-la, yəni S3-lə, o birisi 30 ardıcıl düşür. Və ardıcıl düşmədə S ardıcıl bərabərlərə eynidirlərsə birini sayına bölürdük. Yəni 30-u 2-yə bölürük, olur 15. Deməli, ilk olaraq biz paraleli hesablayırıq, cəmləyirik. Sonra ardıcıl kimi baxırıq. Hər ikisi 30 olduğu üçün birini sayına bölürük və 15-i əldə edirik. Keçdik o birisinə. N sayda kondensator ardıcıl birləşdirilib. Əgər eynidirlərsə, tutumları da eynidirsə, onda ardıcıl birləşmə zamanı birini sayına bölürdük. Paralel birləşdirildikdə ümumi tutum dedik ki, cəm şəklində tapılır. Bu nəzəri məlumatı idi. 7. İki kondensator ardıcıl birləşdirilib. Batareyanın ümumi tutumu S-dir. İkinci kondensatorun elektrik tutumu S2-dirsə, birinci nəyə bərabərdir? Biz bilirik ki, S ardıcıl bərabərdir. Hasil bölünsün cəm şəklində eləyə bilərik və ya daha riyaziyyatı rahat olsun deyə 1 böl S bərabərdir. 1 böl S1 plus 1 böl S2. Niyə bu cür yazdım? Çünki biz bu hissə axtarırıq. Daha rahat olsun deyə hesablamamız. İndi mən bu 1 böl S2-ni sol tərəfə atıram. Çıxılsın 1 böl S2 bərabərdir 1 böl S1. Ortaq məxrəcə gətirirəm. S2, S2 çıx S bərabərdir 1 böl S1. Və S1-i tapıram, təbii ki, tərsinə çevirəcəm. S2 bölünsün S2 çıx S. Bu olur bizim üçün D variantı. Keçdik növbəti məsələmizə. Aha, 9-a baxırıq. Kondensatordakı yüklər arasında hansı münasibət doğrudur? İlk olaraq baxmaq lazımdır ki, bu kondensator gördüyünüz kimi paralel birləşmə göstərir. Yəni ki, bir naqil gəlib iki yerə parçalanıb. Paralel birləşmədə U bərabərdir konstant idi. Bundan əlavə Q bərabərdir SU düsturuna əsasən U sabit olduğuna görə Q S-dən düz mütənasib asılıdır. O zaman bu indeksinə 1 olmamalıdır.
S-si böyük olanın Q-si çox olacaq. Q1 Q2-dən çoxdur. Neçə dəfə çoxdur desə, təbii ki, 9 dəfə çoxdur. Q1 9, Q2 Y variantı doğrudur. Sonra keçdik növbəti 11-ci məsələmizə. Mən bunu nəzəriyyə izahında izah elədim, ona görə də bunun üzərində dayanmayacağam. 13. Deməli, ilk olaraq ardıcıl birləşməyə baxırıq. Yəni, ilk olaraq S1-ə və S2-yə baxırıq və S ardıcıl hesablayırıq. S ardıcıl bərabərdir. Biz dedik ki, hasil bölünsün cəm. Yəni, 20 vur 30 bölünsün, 20 plus 30. Başqa sözlə 600 bölünsün 50. Bura mənim üçün eləyir 12. Deməli, mən buranı aldım. Baxın, buranı almışam 12. 12 ilə 18 bir-birinə paraleldir və S paraleldə cəmlənmə olurdu. 12 plus 18 cavab edir 30. Deməli, A variantı doğru cavabdır. Keçdik 15-ə. Eyni tutuma malik bir neçə kondensator paralel birləşdirildikdə ümumi elektrik tutumu 32 olub. Yəni, deyir ki, mən N-i S-yə vurmuşam, 32 əldə eləmişəm. Ardıcıl birləşdirildikdə isə 2 olub və deyir, S-ni N-ə bölmüşəm, 2 əldə eləmişəm. Hər bir kondensatorun elektrik tutumu nədir? Bizdən S-ni istəyir. S-ni istədiyinə görə mən N-i tapa bilərəm. Məsələn, mən buradan N-i tapsam, N bərabər olacaq S böl 2-yə. Sonra yuxarıda yerinə qoyaram. N-in yerinə S böl 2 yazıram. S böl 2 vurulsun S bərabərdir 32. Buradan alıram S kvadratı bərabərdir 64. S də bərabərdir 8. Deməli, bir dənəsinin tutumu 8 olub. Burada sayı da istəyə bilər. Saya aid mövzu izahında izah elədim. Bu 14-cü testi izah eləmişdim orada. Sayı istədikdə S-ni əvəz eləyib N-i tapırsan və salam. 17. Ardıcıl birləşdirilmiş iki kondensatorun ümumi elektrik tutumu 4. Kondensatorlardan birinin elektrik tutumu 12, digər kondensatorun elektrik tutumu nə qədərdir? Deməli, ümumi 4-dürsə yazacağım 4 bərabərdir. Hasil bölünsün cəm. Yəni, S1 vurulsun 12 bölünsün, S1 plus 12. Və çarpaz vursam olacaq 4 S1 üstə gəl 48 bərabərdir 12 S1. Olur 8 S1 bərabərdir 48. S1 də bərabərdir 6. Deməli, 6 mikrofaradlıq, pektofaradlıq bir tutum olmuş olacaq. Keçdik növbəti məsələmizə. 19. Bateriyanın tutumu ən balacadır deyib. Biz bilirik ki, balaca o vaxt olur ki, ardıcıl birləşmə olsun. Çünki ardıcıl birləşmədə əgər eynidirlərsə, birini sayına bölürsən. Məsələn, B variantına baxsaq, B variantında ümumi tutum S bölünsün 4-dür. Cavab da elə B variantı olmuş olacaq. Məsələn, ən böyük desəydi, onda sırf paralel birləşməni götürərdin. Çünki cəmlənirdi, S paraleldə də olacaq 4 dənə S. Salam. 21. Deyir ki, ikinci sxemdəki kondensatorlar bateriyasının tutumunun birinci sxemdəki batareyanın tutumuna nisbəti. İkinci sxemə baxanda ilk olaraq ardıcıla baxırıq, yəni yuxarı budağa baxırıq. Görürəm ki, bu yuxarı budağın ümumi tutumu S ilə S ardıcıldırsa birini sayına bölürəm, olur S böl 2. Aşağı budağında ümumi tutumu birini sayına bölürəm, olur S böl 2. Sonra isə bunları paralel olaraq cəmləyəcəm. S paralel bərabər olacaq. S böl 2 üstə gəl S böl 2. Burada mənim üçün olacaq S. Sonra yuxarıya baxıram. Paralel birləşmədir. S paralel. Buna birinci sxem üçün deyək. S-nin üstünə S gəlirəm, olur 2S. İkinciyə birinciyə böl deyirdi. İkincidə S almışam. Birincidə isə 2S almışam. Cavabda 2-də 1 olmuş olacaq. Belə. Sonra keçdi 23-ə. 23-ü bayaq izah elədim. Digər tərəfdə mövzu izahında orada diqqətlə geri qayıdıb dinləyərsiniz. Gözəl testi və buna əsasən 22-ni özünüz işləyərsiniz. Keçdi 25-ci ifadəmizə. 25-də olunan səhv ondan ibarətdir ki, bunu bəzən ardıcıl birləşmə kimi götürürlər. Deyirlər, bunlar ardıcıl birləşmədir və ardıcıl birləşmədə Q-lər eynidir. Cavab Q1 bərabərdir Q2. Bu yanlışdır. Çünki bu birləşmə ardıcıl deyil. Ona görə ki, bu mənbədən gələn naqil iki yerə parçalanıb. Burada da mənbədən gələn naqil iki yerə parçalanıb. Yəni, buradan belə gəliblər. Başqa sözlə, mən onu belə çəkə bilərəm. Baxın, buradan gəlirəm. Burada məsələn bir S1-im var. Buradan gəlirəm, burada bir S2-im var. Sonra da gəlib bura birləşdirəm. Bax, bu qaydada. Yəni, bu şəkillə, mən çəkən şəkillə, şərtdə verilən şəkil eyni şeydir.
Və biz buradan anlamalıyıq ki, bu paralel birləşmədir. Paralel birləşmədə U bərabərdir konstant olur. U konstantsa yükü deyir. Q bərabərdir CU olduğuna görə Q'miz C ilə düz asılıdır. Buradan belə bir nəticə çıxır ki, Q2 Q1-dən böyükdür. Bəs nə qədər böyükdür? Təbii ki, 4 dəfə böyükdür. Cavab B variantı doğru olacaq. 27. Bu test çox vaxt problem yaradan test tipidir. Sabit gərginlik mənbəyi, yəni deyir ki, U bərabərdir konstant halı üçün. Problem yaratmağının səbəbi ondan ibarətdir ki, uşaqlar məsələn şərtini anlaya bilmirlər. Yəni o şəkili anlaya bilmirlər ki, şəkil niyə o formatda çəkilir. Bura belə baxmaq lazımdır. Baxın, deyir ki, ən böyük olsun toplanan yük. Biz bilirik ki, yük bərabərdir CU-dur. U da sabitsə QC-dən düz asılıdır. Başqa sözlə, yükün böyük olmağından ötürü tutum böyük olmalıdır. Görək, nə vaxt tutum böyük olur? Bax, məsələn, bir nöqtəsi ilə 2 nöqtəsinə bağlasam, yazıram C1-2. Görürsünüz ki, burada cəmi bir dənə tutum var, ona da C yazıram. İndi gəlin 1 ilə 3-ə bağlayaq. 1 ilə 3-ə bağlayanda C1-3. Siz ortadakı bunu nəzərə almamalısınız. Sanki bu yoxdur. Bura yoxdur. Bura yoxdursa 2 dənə ardıcıl kondensator düşür. Onda sənin ümumi tutumun olacaq sənin üçün C bölünsün 2. İndi gəlin 1 ilə 4-ə bağlayaq. 1 ilə 4-ə bağlayanda C1 4 bərabərdir. Onda ortadakı bu 2 dənə hissəni nəzərə almamalısan və görürsən 3 dənə ardıcıl tutum var. Onda olur C böl 3. Yaxşı, deyə bilərsən ki, bəs məsələn 2 ilə 3-ə bağlasam nə olur? 2 ilə 3-ə bağlayanda C2 3-də bərabərdir, təkcə C olur. Çünki bu ortada 2 ilə 3-ün ortasında cəmi bir dənə kondensator var. Və yaxud da məsələn 2 ilə 4-ə bağlasam nə olur? Məsələn 2 ilə 4-ə bağlayanda artıq ortadakı 3-ü nəzərə almırsan, 2 dənə ardıcıl kondensator düşür, ona görə də olur sənin üçün C böl 2. Və ya eyni məntiqlə gedib sən 3 ilə 4-ə bağlasan, C3 4-ə bağlasan, deyərsən ki, yenə 3 4-ə bağlasan, buranı bütöv silirəm, ortada bir dənə kondensator qalır. Ona görə də mən deyirəm ki, bunun tutumu elə C-nin özünə bərabərdir. Vəssalam. İndi məndən nə istəyir? Məndən soruşur ki, deyir ki, ən böyük nə vaxt olur? Gördüyümüz kimi ən böyük 1-2-yə bağlayanda olur, sonra 2-3-ə bağlayanda olur, bir də 3-4-ə bağlayanda olur bu iki rəqəmdir. Aha. Baxaq görə cavab variantlarında hansıları var? Sadəcə 1-2 var. Vəssalam. 1-2 doğru cavabımızdır. D variantı. Sonra keçdik 29-a. 29 şəkildən rahatlıqla aydınlaşdırıla bilir ki, bu paralel birləşmədir və paralel birləşmədə U bərabərdir konstant olur. U konstantsa, onda deyirsən, sadəcə onu soruşur. Dərinə getməyə ehtiyac yoxdur. Cavab U'lar eyni. Keçdik 31-ci ifadəyə. Bu çox diqqət ediləsi bir testdir. Diqqətli olun bu testdə. Deməli, burada K1 açarını bağladıqda C1 kondensatorunun yükü necə dəyişər və hər ikisinin tutumu eynidir. Gəlin hər ikisinə bir dənə C deyək. Açıq vəziyyət üçün yükü yazıram. Q bərabərdir. C ardıcıl vurulsun O. Çünki bunlar ardıcıl birləşib. Onda Q bərabərdir. Ardıcıl birləşmədə ümumi tutum C böl 2-dir. C böl 2 vurulsun O. Yaxşı, gəlin bu açarı bağlasaq görək nə hadisə baş verir. Açarı bağlayan kimi, deməli, burada ikinci kondensator qısa qapanır. Yəni, artıq elektronlar həmən kondensator olan hissəyə yığılmır. Və bu naqildə başlayır hərəkətini davam elətdirməyə. Ümumiyyətlə, qısa qapanma sözünün mənası daha kiçik naqillə bağlamaq anlamına gəlmir. Qısa qapanma o deməkdir ki, məsələn, hər hansı bir işlədici, tutaq ki, burada lampa var. Bu lampanın üzərindən üstündə heç nə olmayan bir naqil bağlasan, avtomatik bu lampa artıq dövrədən ayrılır. Yəni, bu qısa qapanır. Bu lampa işıqlanmayacaq. Çünki elektronlar başlayır daha rahat yolla, yəni üzərində heç bir müqavimət olmayan yolla hərəkət eləməyə. Deməli, burada da K açarını bağlayan kimi ikinci kondensator qısa qapanır. Başqa sözlə, o dövrədən ayrılır. Dövrədə o yoxmuş kimi digər düsturu hesablayacaqsan. Yəni, Q' hesablayanda Q' bərabərdir. Təkcə C1 vur U, yəni Q' bərabərdir, CU yazacaqsan. Və bu rəqəmlərin müqayisəsindən görürsən ki, 2 dəfə Q'-imiz, yəni yükümüz 2 dəfə artmış olacaq. Vəssalam. Keçdik növbəti məsələmizə, 33-cü ifadəyə baxırıq. Bizə deyir ki, diqqətli olaq bura.
Deyirsə, S1 kondensatorunun lövhələri arasında şüşə təbəqəni çıxardıqda, yəni burada bir deməli dielektrik var idi, bunu buradan çıxarıram. Bunu çıxaran kimi S1 bərabərdir epsilon epsilon 0 S böl D-yə əsasən. Sən epsilonu yox eləyən kimi avtomatik S-nin qiyməti azalır. S1 azaldı. Mən keçən dəfə bayaqlarım bunun izahında, bunun qanun qaydada ümumi izahında dedim, sürətli versiyasında dedim. Mən indi burada sürətli versiyasını eləyəcəm. Bura bir U1 deyək, burada bir dənə U2 deyək. Ümumi versiyaya baxmaq üçün yenə geri çəkib dinləyə bilərsiniz. Çünki bax, bu tipli misalda, yəni 32 tipli misalda mən onu ətraflı şəkildə araşdırmışdım. İndi S1 azalan kimi avtomatik olaraq sən nə deyirsən? Deyirsən ki, U1 bərabərdir Q böl S1. S1 azaldısa deyirsən U1 artır. Q-yə şərti olaraq sabit deyirsən, amma sabit deyil. Sabitin niyə sabit olmadığını bayaq izah elədik. Onda belə çıxır ki, U1-in qiyməti artacaq. Və cəmin sabit qalmaq üçün, yəni U1 plus U2 bərabərdir konstant olmaq üçün, əgər mən U1-in qiymətini artırmışamsa, U2-in qiymətini azaltmalıyam. Deməli deyirsiniz ki, U2 gərginliyi azalar. U2 azalar, U1 artar, C variantı doğrudur. Keçdik 35-ci ifadəmizə. Yüklərin müqayisəsi. Bayaq bunu mən mövzu izahında izah elədim. Gəlin yenə üzərindən keçək, yüklərin müqayisəsinə baxaq. Deməli, biz birbaşa nə deməliyik? Deməliyik ki, bizim Q1 yükümüz ən böyükdür. Çünki Q1 yükü, belə deyək, aşağı buradan yazım. Q1 yükü Q2 ilə Q3-ün cəmi qədər olur. Deməli, budaqdakı yükümüz, budaqlardakı yükümüz əsas budaqdakı yüklərin cəmi qədərdir. Bunu unutmuruq ilk öncə. Sonra başlayırıq biz 2 ilə 3-ü müqayisə eləməyə. 2 ilə 3-ü necə müqayisə eləyəsinik? Deməli, paralel birləşmədir bu hissə. Paralel birləşmədə U bərabərdir konstant idi. U konstant olduqda deyirsən ki, Q bərabərdir S U-ya görə U sabitsə Q S-dən düz asılıdır. Və burada hər ikisinin tutumu S olduğuna görə Q də S-dən düz asılı olduğu üçün onda deyirsən ki, bu 2 ilə 3-ün yükləri eyni olacaq. Yəni burada Q2 yükü ilə Q3 yükü eyni olacaq. Deməli, Q1 böyükdür, Q2 ilə də Q3 bir-birinə bərabərdir. Və salam, bax, bu formada müqayisəni eləmiş olacaqsan. İndi yazıram Q2 bərabərdir, Q3 bərabərdir. Q1 böyükdür və neçə dəfə böyükdür desək, məsələn, Q2 yükünə Q desəm, Q3 yükünə Q desəm, avtomatik Q1 yükü 2Q olur. Çünki budaqlardakının cəmi əsas budaqdakına bərabərdir. Ona görə də buna Q1 bölünsün 2 demək mümkündür. Belə bitdi bu məsələmizdə. Sonra keçdik 37-ci ifadəmizə. Deyir, U-ları müqayisə edin. Deməli, bax, 1 böyükdür, 2 böyükdür, 3 şərtinə əsasən deyə bilərik ki, məsələn, 1-ə mən 3S desəm, onda 2-yə də 2S desəm, 3-də olacaq mənim üçün S. Başlayırıq U-ları müqayisəsinə. İlk olaraq nəyə baxırıq? Deyirik ki, bu budaqdakı gərginlik, gəlin buna bir U2 deyək, buradakı gərginlik, aşağı budaqdakı ümumi gərginliyə bərabər olacaq. Buna da istəyirsiniz, gəlin bir dənə U deyək. Deməli, belə deməliyik. Deməliyik ki, U2 bərabərdir U1 ilə U3-ün cəminə. Başqa sözlə, ən böyüyü U2-dir. U2 böyükdür. Gəlin, indi 1 ilə 3-ü müqayisə edək. 1 ilə 3-ün müqayisəsinə baxırsan ki, bura ardıcıl birləşmədir. Və ardıcılda Q bərabər konstant olurdu. U bərabərdir Q böl S-yə əsasən. Deyirdin ki, U S-dən tərs asılıdır. Və onda belə bir nəticə çıxır ki, S-si balaca olanın, yəni ardıcıl birləşmədə burada S-si balaca olanın U-su böyükdür. Onda U3 daha böyük olmuş olacaq. Belə yazırıq. 2 böyükdür 3-dən, o da böyükdür 1-dən. Və bu formada cavabı D variantı əldə eləmiş olasıyıq. Və salam, bitdi getdi məsələmiz. Gəlin indi növbəti məsələni yavaş-yavaş deməli, növbəti məsələyə baxırıq, 39-cu məsələyə. 39-cu məsələmiz nədir? Kondensatorun yükləri arasında hansı münasibət doğrudur? Deməli, birinci hardan girişməliyik, hardan başlamalıyıq? Bayaq dedim ki, əgər əsas budaq varsa, bu əsas budaqdakı yük budaqdakıların cəmi qədər olur. Yəni,
tutumdan asılı olmayaraq, yəni bu Q3 həmişə bərabər olur 1 ilə 2-nin cəminə. Deməli, bu 3-ün yükü ən böyükdür. Keçdik 1 ilə 2-nin müqayisəsinə. 1 ilə 2-də U bərabərli konstant olduğu üçün və düsturumuz Q bərabərli CU-dursa, U konstantdırsa, Q C-dən düz asılı olduğu üçün deməli 1-in tutumu daha çoxdursa, 1-in yükü çoxdur. 1 böyükdür 2-dən. Və biz bu aldığımız ifadəni aşağıda nəzərə alsaq, 3 böyükdür, 1 böyükdür 2 şərtini əldə edə bilərik. Uşaqlar, bu testdə çox diqqətli olun. Ümumiyyətlə, bu testlərə diqqətli olun. Bu müqayisə məsələsi çox önəmli məsələdir. Keçdik 41-ə. Bayaq mən dəfələrlə qayda dedim ki, naqilin qatlanmağı onun paralel olmağı demək deyil. Gördüyünüz kimi naqil parçalanmayıb. Yəni parçalanma yoxdursa, o paralel deyil. Bunu yaddan çıxarmayın. İndi nəyə baxırıq? Görürsünüz ki, burada ardıcıl birləşmə var. Ardıcıl. Bunu unutmayın. Ardıcıl birləşmədə nə sabit idi? Q. Q sabit idisə, onda enerji düsturunu yadınıza salın. Q kvadrat bölü 2C. Bu nə deməkdir? Deməli, enerji C-dən tərs asılıdır. Deməli, C-si balaca olanın enerjisi çoxdur. 1 çoxdur 2-dən. Neçə dəfə çoxdur? Təbii ki, 3 dəfə çoxdur. 3 dənə W2. Bu şəkildə cavabı əldə edirik. Cavab A. Keçdik növbəti məsələmizə 43. Deyir ki, birinci kondensatorun lövhələrin arasındakı gərginlik U olarsa, bayaq mən mövzu izahında buna xeyli toxundum. Mn gərginliyi nəyə bərabər? Yəni, bura deyir gərginlik nə qədərdir? Biz bilirik ki, bunlar ardıcıl birləşmədir. Yazıram, ardıcıl. Ardıcıl birləşmədə Q sabit olur. Və U bərabərdir Q böl C düsturuna görə U C-dən tərs asılı olur. Bu nə deməkdir? Gördüyünüz kimi C 3 dəfə artıb. Tərs asılılığa əsasən U 3 dəfə azalmalıdır. Deməli, U2 U bölünsün 3 olmalıdır. Mənbənin gərginliyi bərabərdir. Birinci gərginlik üstəgəl ikinci gərginlik olduğu üçün U plus U bölü 3, bu da eləyir 3-də 4 U. Cavabın 3-də 4 U D variantı doğrudur. Sonra gəlirik 45-ə. Bayaq bunu da çox ətraflı şəkildə araşdırdıq. Gəlin yenə də üstündən keçək. Deməli, deyir ki, C2 kondensatorun lövhələri arasında dielektrik daxil etdikdə, dielektriki daxil eləyən kimi C-nin üsturu epsilon 0 S böl D olduğu üçün avtomatik bu artır. C2 artır epsilon dəfə. Təbii ki, bizə dəfəsini istəmir. Deməli, U bərabərdir, U2 bərabərdir. Q böl C2 olduğu üçün C2 artıbsa, avtomatik U2 azalır. U2 azaldı. Və U1 plus U2 bərabərdir U. Bu da konstant olmağı üçün. Əgər U2 azalıbsa, U1 avtomatik artmalıdır. Deyirsən, U1 artar. U1 artır, U2 azalır. Cavab D variantı doğrudur. Keçdik 47-yə. Deyir ki, C2 kondensatorun lövhələr arasındakı məsafəni azaltdıqda. Biz bilirik ki, C2 bərabərdir epsilon 0 S böl D-dir. D-ni azaldan kimi C2 artır. C2 artırsa, avtomatik U2 bərabərdir Q böl C2-yə görə C2 artıbsa U2 azalmalıdır. U2 azaldı. Və U1 plus U2 bərabərdir U. O da bərabərdir konstant olmağı üçün biz tapdıqsa ki, U2-nin qiyməti azalıb, onda U1-in qiyməti artmalıdır ki, cəm sabit qalsın. Deməli, U1 artar, U2 azalar, B variantı doğrudur. Keçdik 49-a. Ardıcıl birləşmə var. Biz bilirik ki, ardıcıl birləşmədə Q bərabər konstantdır. Yəni, başqa sözlə Q1 ilə Q2 eynidir. 2 doğru. Sonra U bərabərdir Q böl C-yə əsasən U C-dən tərs asılıdır. Və bura C, bura 3C olduğu üçün tərs asılılığa əsasən deyirsən ki, U1 çoxdur U2-dən. 3 doğru. Enerjimiz Q kvadrat böl 2C-yə əsasən W-muz C-dən tərs asılıdır. Ona görə də W1 böyükdür W2 şərti ödənəcək. Keçdik 51-ə. C2 kondensatorun köynəkləri arasındakı gərginlik 20 volt olarsa, buna U2 bərabərdir 20 volt deyək. Biz nə bilirik? Bilirik ki, avtomatik U1 də 20 voltdur.
Təbii ki, bizdən bunu istəməyəcək. S3 kondensatorun lövhələr arasındakı gərginlik nə qədərdir? Biz nəyə diqqət etməliyik? Baxın. İlk olaraq baxırıq ki, bizdə paralel birləşmə var. Biz paralel birləşməni ümumi tutumunu təyin eləyəsinik. Buraya yazıram S3 bərabərdir S. Burada yazıram S paralel. S paralel bərabərdir. Hasil böl yox. Paralel birləşmədə sadəcə cəmləyirik. Deməli, 3S-nin üstünə gəlirəm 2 dənə S. Cavab olur 5 dənə S. Deməli, bura olur 5S. Gözəl. İndi gəlin baxaq nəyə. Tutumun biri S-dir, digəri isə 5S-dir. Və mən buradakı gərginliyin 20 volt olduğunu bilirəm. Deyirəm ki, bu U3 gərginliyi nə qədərdir? Və görürük ki, ardıcıl birləşmədir. Ardıcıl birləşmədə U bərabərdir Q böl S-dir. Q sabitdir. U-muz S-dən tərs asılıdır. Görürük S-miz 5S-dən S-yə keçib. Yəni 5 dəfə azalıb. Avtomatik U-muz 5 dəfə artmalıdır, çünki tərs asılıdır. Onda U3 bərabərdir 20 vurulsun 5 bərabərdir 100 voltluq bir gərginliyimiz olmuş olacaq. Belə. Bu oldu bizim 51-ci ifadəmiz. Keçdik 53-cü ifadəyə. Çox gözəl testlərdən biridir. Mən bunu çox ətraflı şəkildə danışdım bayaq bunun haqqında. Nə artır, nə azalır, nə sabit qalır. Deyir, sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun birincisinin köynəkləri arasında dielektrik daxil etdikdə S1 bərabərdir epsilon 0 S böl D. Daxil olunan kimi epsilon dəfə artım verir. Baxın, S1 artdı. S2-yə bayaq demişdim, dəyişmir. Yaddan çıxdısa, geriyə qayıdıb dinləyə bilərsiniz. Sonra, bir də demişdim ki, U konstant olduğuna görə bu V voltmetri bu U-nu ölçür deyə bu da dəyişmir. Dəyişmir. Sonra, S1 kondensatorunun göstəricisi artıbsa, U1 bərabərdir Q böl S1-ə görə S1 artıbsa avtomatik U1 azalır. V1 azaldı. Cəmin sabit qalmaq üçün V2 artmalıdır da. Bunu bayaqdan dəfələrlə dedik. Hər şeyi yazdım. Qalır cavab variantlarının üzərinə yığmaq. V1 voltmetrinin göstərişi azalara yazırıq. 1 gedir bura. V2 voltmetrinin göstərişi artara yazırıq bunu bura. V voltmetrinin göstərişi sabit qalara yazırıq bura. Birinci kondensatorun elektrik tutumu artara yazırıq. D. İkinci kondensatorun elektrik tutumu dəyişməzə yazırıq. Y-ni də bura. Vəssalam. Bu da belə. Sonuncu bir ifadəmiz qaldı. Gəlin ona da baxaq. Deyir, elektrik tutumlarının hamısı eynidir. S2 də S-dir və S3 də S-dir. Sabit gərginlik mənbəyinə qoşulmuşdur. Konstant. Uyğunluğu müəyyən eləyin deyir. İkinci kondensator, buradakı U-nu siləcəm, çünki burada U yazıb, bir-biri ilə qarışmasın. Deyir, ikinci kondensatorun köynəkləri arasındakı gərginlik U olarsa. Deyir ki, bura deyir U2 bərabərdir U. Bir saniyə. Bu rənglə yazım. U2 bərabərdir U. Biz avtomatik bilirik ki, U3 də eyni rəqəmdir. Niyə? Çünki bu paralel birləşmədir. Buna əsasən birincidəkini tapasıyıq. Buna bayaq bu tipli bir şey elədik. Yenidən burada baxaq. Deməli, mən ilk öncə yazmalıyam. Bunu paralel birləşmədəki ümumi tutumunu tapmalıyam. Baxın, S1 S-dir. Burada bir S paralel deyim. Gördüyünüz kimi bu ilə bu paralel birləşmədir və deyirdik ki, bunlar cəmlənir. Cəmlənəndə olacaq 2 dənəsi. İndi baxırıq nəyə? 2S olan yerdəki gərginlik U-dur. Mən də S olan yerdəki gərginliyi axtarıram. Yəni U1-i axtarıram. U1. Və ardıcıl birləşmədə Q konstant olduğu üçün U bərabərdir Q böl S-yə əsasən U S-dən tərs asılıdır. Yəni, tutum 2S-dən S-yə keçib 2 dəfə azalıbsa, gərginlik də U-dan 2U-ya keçib 2 dəfə artmalıdır. Başqa sözlə, buradakı U1 gərginliyi 2 dənə U olacaq. Deməli, U1 2U-dur. Bunu tapdıq və digər tərəfdəki gərginlik U-dur. Onda avtomatik mənbənin gərginliyi olacaq 3 dənə U. Və cavabları yığırıq ki, birinci kondensatorun köynəkləri arasındakı gərginlik buna 2U tapdıq. Üçüncü kondensatorun köynəkləri arasındakı gərginlik buna U tapdıq.
Mənbənin qütblərindəki gərginliyi 3 U tapdıq. Vəssalam. Bitdi, getdi. Belə uşaqlar, bu mövzuya çox diqqətli olaq. Testləri təkrar-təkrar dinləyək. Lazımdırsa mövzu izahını təkrar-təkrar dinləyək. Çünki həmişə problem yaradan mövzudur.